Honor brendi Honor 600 kimi yeniliklər edəndə şirkətin təkcə smartfonda bu qədər iddialı olduğunu düşünürsünüzsə, çox böyük yanlışsınız. Honor 600 seriyası ilə yeni bir standart müəyyən edən Honor innovasiya sürətini qətiyyən yavaşlatmır. Süni intellekti sadəcə bir cihaz daxilindəki proqram təminatından çıxardaraq, brend artıq onu fiziki olaraq həyatımıza və gələcəyimizə inteqrasiya edir. Bəli, söhbət sadəcə telefonlardan getmir. Honor'un humanoid robotunun bu yaxınlarda qaçışı marafonunda birinci yerə çıxaraq çempion olması brendin sadəcə mobil cihazlarda deyil, qabaqcıl robototexnika və mexatronika sahəsində də necə nəhəng bir gücə çevrildiyinin ən bariz sübutudur. Hətta bu innovasiyalar cibimizə qədər də gələ bilir. Məsələn, Honor Barcelonada keçirilən MWC 2026 sərgisində smartfon və robototexnikanın inqilabi birləşməsi olan Robotfon konsepsiyasını xatırlayın. Qlobal alfa strategiyası kimi nümayiş olunan bu cihaz ənənəvi smartfon anlayışını tamamilə alt-üst edir. Telefonun arxa panelindən çıxan və peşəkar gimbal kimi fəaliyyət göstərən xüsusi miniatür robot qolu var. Üzərində 200 megapiksellik kamera daşıyan bu qol 3 ölçülü fəzada sərbəst hərəkət edərək həm mükəmməl stabilizasiya təmin edir, həm də süni intellekt sayəsində obyektləri avtomatik izləyir. Bütün bu innovasiyalar humanoid robotlardan tutmuş, cibimizdəki smartfona qədər Honor'un sadə bir smartfon markası deyil, gələcəyi formalaşdıran qlobal süni intellekt ekosisteminə gedən yolunda atdığı addımdır.